Dekabrın 4-də Günəşli Yatağı platformasında baş verən yanğında itkin düşənlərdən 7-sinin cəsədi tapılıb. Qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 15.000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Hazırda yanğın davam edir. Neftçilərin hüquqlarının müdafiə cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, neftçilərin hadisə zamanı təxliyə edilməsi ilə bağlı problemlər yaşanıb və nəticədə bu qədər insan itkisi olub. Onun sözlərinə görə Azərbaycanda pis hava şəraiti zamanı işi dayandıracaq səlahiyyətli şəxs olmadığından xarici ölkələrlə müqayisədə belə qəzalarda bizdə ölüm halları çox olacaq. Nardaran hadisələri ilə bağlı Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib. Qəsəbənin abadlaşdırılması, infrastrukturun yenilənməsi məqsədi ilə İlham Əliyev 12 milyon manat məbləğində vəsaitin ayrılması üçün sərəncamda imzalayıb. Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov isə polis tərəfindən saxlanılıb. Milli Təhlükəsizlik Nazirinin birinci müavini Mədəd Quliyev MTN-də baş verən son hadisələrə toxunaraq deyib ki, nazirlikdə işdən çıxarılan şəxslərin yerinə təyinat olmayacaq. Əksinə, ixtisarlar aparılmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb. Mədəd Quliyevin jurnalistlərə müsahibə verməsi hökumət yönlü media nümayəndələri tərəfindən sosial şəbəkələrdə böyük sevinclə qarşılanıb. Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu 5 il şərtli cəza ilə azadlığa buraxıb. Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərar da hökmdən çıxarılıb. Leyla Yunus azadlıqda olarkən əvvəlcə ailə üzvlərinin məzarını ziyarət edib, daha sonra evinə gedib. Nəsimi rayon məhkəməsinin qərarı ilə AXCB sədrinin müavini Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, o dövlət hakimiyyəti əleyhinə dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə maddələri ilə təqsirləndirilir. Onun evində axtarış aparılarkən vəkil iştirak etməyib. Fuad Qəhrəmanlının həbsi ilə bağlı Milli Şura bəyanat verib və bildirib ki, o vicdan məhbusudur. Vəkil Əsəbəli Mustafayev bildirib ki, jurnalist Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintağı yekunlaşıb. Bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlayacaq. Arabacı MTK-nın yeni yasamalda tikdiyi binalarda yaşayan sakinlər mavi yanacaq görmədiklərinə görə yolu bağlayıblar. Polisin müdaxiləsindən sonra aksiya dayandırılıb.